Salam uşaqlar, necəsiniz? Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz təsvir incəsənət 1-ci sinif dərs 7. Torpağın naxışları olmuş olacaq. Bildiyimiz kimi uşaqlar, ümumiyyətlə bu gül haqqında baxaq. Burada deyir ki, rəssamın çəkdiyi gül haqqında nə bilirsiniz? Bu gül nədir? Bu gül deməli, bu güldə nə təsvir olunub ona baxaq. Deməli, səhrai rəngdə bir güldür, qızıl güldür, yarpaqları ətrafındadır. Deməli, yerdən digər onun köklərindən olan güllər bitir və bir quş da gülün yaxınlığında hər halda gülün qoxusunu qoxlayır da deyə bilərik. Belə bir şəkil mövcuddur. Bu şəkil deməli Mirzə Qədim İrəvaninin əsəridir, Qızıl Gül və Bülbül əsəridir. Keçid alaq öyrənək hissəsinə. Güllər torpağın bəzəyi, yəni naxışı hesab edilir. Bəli. Biz təsəvvür edin ki, torpaq sadəcə torpaq var və yer üzündə heç bir bitki yoxdur. Uşaqlar onda necə görsənlər? Kasıb bir görüntü, çox iyrənci bir görüntü olar. Düzdür uşaqlar? Bu qətiyyən olmaz. Yəni ona görə də canlıların, bitkilərin yaşaması üçün bacardıqca torpaqla əkin, biçin işləri ilə məşğul olmaq lazımdır. Bu sadəcə meyvə və yaxud tərəvəz üçün deyil, eyni zamanda çiçək və digər canlılar üçün də faydalı olmuş ola bilər. Deməli uşaqlar, gəlin bu şəkilləri araşdıraq. Birinci şəkildə xarı bülbül görürük. Xarı bülbül harda yetişir? Ən çox Şuşada, yəni Qarabağ bölgəsində yetişmiş və bir növ zambağa bənzəyən çiçəkdir. İkincisi, bənövşəyə baxaq. Bənövşəyi elə bənövşəyi rəngdə olur. Bənövşəyi rəngdə elə onun adından götürülmüşdür. Və demək olar ki, nəmli olan yerlərdə və daha çox çəmənliklərin arasında bunu tez-tez görmək olar. Çoban yastığı demək olar ki, hər yerdə görünən bir bitkidir. Buna sevir-sevmir bitkisi də deyirik uşaqlar. İnci çiçəyi də bənövşəyi rəngdə olan bir çiçəkdir, amma inci çiçəyi bənövşəyə nisbətən daha uzun boy atır və boyları nisbətən uzun olur. Eyni zamanda inci çiçəyi biraz dambaq formasında da görmüş oluruq. Gülləri formalarına görə müqayisə eləyək. Bu arada uşaqlar, bu tərəfdə Quba xalçasını görmüş oluruq. Görürük ki, burada üzərində bir sıra çiçəklər, günə baxan, zambaq və sair çiçəklər üzərində həkk olunmuşdur. Yuniplərdən daha, bunu yunipdən toxunmuşdur bu arada uşaqlar. Yuniplərdən daha nələr toxuyurlar? Eyni zamanda şərf yəni, xalçaların digər formalarını, eyni zamanda təbii ki, paltar belə toxumaq olar yuniplərdən. Sonra gül naxışlardan ibarət olan xalça çəkin. Uşaqlar, bu artıq fəaliyyət prosesidir. Fəaliyyət prosesində bildiyimiz kimi siz eləyəcəksiniz. Burada çəkmək biraz çətin məsələdir. Bugün bir söz öyrəndik. Bu, naxış və xalça sözləridir. Gəlin bunların mənalarına baxaq. Əsas etibarilə naxış və xalça. Deməli, naxış hər hansı bir təsviri, sonra eyni zamanda bəzək və dekorativ motivlər fonunda yaradılmış bir, belə deyim, çizgilərdir, xətlərdir, formalardır və s. deyə bilərəm. Xalça isə yerə sərilməli olan və yaxud dekorativ, yəni bəzək məqsədi ilə istifadə olunan, yumşaq yunlardan, iplərdən istifadə olunan bir əşya növüdür. Belə, bugünlük bu qədər uşaqlar. Ümid edirəm bəyənərsiniz. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik uşaqlar. Sağ olun.